Mənzərəsi olan, qabağında zeytun bağı olan, Can. qabaqda gölü necə lazımdır. Panoraması gözəl olan 6 qarajlı evdən sizi tanış etməyə gəlmişəm. Qeyd edək ki, şəxsi özünə tikilən evdir. Yəni bu satış üçün olmayıb, sadəcə olaraq həyatda da yiyəsə pul lazım olduğu üçün bu evi satışa qoymuş. Ev sahibinin pula ehtiyacı olduğundan Bəli, satışdadır. Həqiqətən superdir. Ay maşallah. Balkonun genişliyinə bax. Tam özü üçün tikilmə evdir bu. Ev sahibi də yanındadır. Ya Allah, dəyərli izləyicilər, sizi salamlayıram. Abşeron rayonu Məhəmmədli qəsəbəsindən. Evin bir dənə müəllim üz görünüşünü göstərim, gəlirəm. Ev haqqında məlumat verək. Qapının ağzına kimi asfaltı var, dostlar. Bu nə gözəllik, bu nə yaraşıq. Həqiqətən super. 6 qaraj, köməkçi otaqlar da mövcuddur. Təmir edib 2 mərtəbə kimi də istifadə etmək olar. Balkon həqiqətən superdir ya. Balkon çox genişdir. Bir də onu qeyd edim ki, ilk öncədə də videoya bu ətrafdan bağlı çəkiş apardım. Yəni həyət baca görsənmir. Üzbəyüz ev yoxdur. Tam açıqlıqdır, şəffaflıqdır. Yəni həyəti hansısa bir deyə qonşu olsun, yəni heç kim görmür. Rahat öz həyətində hərəkət edə bilərsən. Bir gələcəkdə bir dənə bu qazon əkilən yerdə bir dənə baseyn tikib məsəl üçün həyət evində məsələn istirahət edə bilərsən. Daxil olaq evə. Kombisi var müəllim buranın. Kombilər bəli. Kombi var. Kombi Quraşdınız. Kuxna mebeli zakaz olunubdur, gətirib yığılacaq. Mətbəx mebelini də qoyacaqsınız. Bəli, bəli. Nə gözəl, nə qəşəng. Mətbəx mebeli yəni zakaz eləmisiniz. Gətirib stonovka olacaq. Burada sabah yığılmalı. Gözəl, qəşəng. Plus hamamın aksesuarları yığılıb, hamısı indi bəziləri var, bəziləri də olacaq, əlli mağazalar. Aksesuarlarda tam hazır vəziyyətdə təhvil veriləcək. Gözəl, qəşəng. Asılıb, aboylar gözəl seçimləndi, zövq Bahalı aboylarda fikir verdim. Mən də bu yaxınlarda bir ev tikmişəm. Belə aboyların qiymətlərini bilirəm. Dediyim kimi, yiyəsə pul lazım olduğu üçün xeyir işlər görür. Allah hamıya xeyir iş məsələsi. Ona görə Amin. Amin. Allah hər kəsə xeyir versin. Hər bir işində Allah Taala can sağlığı versin. Bizim millətimizi qorun, yəni millətimizi, dövlətimizi qorusun. Yer olarak da hündür yerdədir. Hündür yəni, yerdə. Nəmlikdir, su çıxan yerdir, belə bir şeylər yoxdur. Yəni bu şeylərin hamısı nəzərə alınıb fikirlikdə ona görə. Qəşəng gözəl. Qonaq otağı. Maşallah. Burada da 3-cü yataq otağı idi. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Dəyərli, hörmətli izləyicilər. Fikir ciddiliyi varsa mənimlə əlaqə saxlayın. Hər büdcəyə uyğun satışda evlərimiz var. Hər büdcəyə, hər istəyə uyğun. Maşallah gecə-gündüz işləyirik. Dayanmırıq, gecə-gündüz. Təsəvvürən gətici olmuşsan, otursan bu balkonda, savunmanı salmışsan, panoramaya baxsan, adam burada beyni dincələr, necə lazımdır. Necə lazımdır. Valla acdım elə. Ay inşallah. Abedin də Kim olsa vaxtı. Allah sağlığına qismət eləsin. Amin. Amin, amin. Allah xeyir versin.